Havləhu mə mənası olar ki, şeyləri məf'ulun bihdir. Yəni bu vasitəsiz tamamlıqdır. Niyə görə vasitəsiz tamamlıqdır? Çünki ədaət feili təsirli olduğuna görə məni, bax bunu demək nisbi əvəzliyi təsirli halına salıb. Amma mə özü hallanmaz. Amma yerindəcə buna məhəlli e'rab deyirlər. Yerindəcə mə baxmayaraq ki, hallanmır, təsirli halını qəbul edib və ona görə də bu demək nə olacaq bizdə? Məf'ulun bih olacaq. Yəni vasitəsiz tamamlıq olacaq. Həvlə demək ətrafındakı və yaxud onun ətrafı mənasında da gedir. Tərkibi nədən ibarətdir? Həvlə izafətin birinci tərəfidir. Hu isə izafətin ikinci tərəfi. Yəni həvlə mudaf, hu isə mudafun ileyhdir. Zəhəbəllahu binurihim. Zəhəbə burada bir ön qoşması ilə işlədiyinə görə bu demək təsirli feil olacaq. Mənası isə aparmaq olar, keçirtmək olar mənası. Yəni burada işığın keçirilməyindən söhbət gedir.